بسم الله الرحمن الرحيم اللهم اجعلني فيه من المتوكلين عليك واجعلني فيه من الفائزين لديك واجعلني فيه من المقربين إليك بإحسانك يا غياث الطالبين. بسم الله الرحمن الرحیم و به نستعین و هو خیر ناصر و معین. Ramazan ayının 10-cu gününün duası. Allahümme cealni fihi minel mutevekkiline aleyk ve cealni fihi minel faizine ledeyk ve cealni fihi minel mukarrabine ileyk bi ihsanike ya gayetet talibin. Duanın tərcüməsi budur. İlahi, bugün məni sənə təvəkkül edənlərdən qərar ver. Bugün sənin huzurunda yaxşı işlərdə müvəffəq olanlardan hesab et məni. Məni öz ehsanınla yaxın bəndələrindən qərar ver. Ey istəyənlərin son istəyi. Ramazan ayının 10-cu gününün duasının şərhi budur ki, əvvəla Allahdan istəyirik ki, Allahümme cealni fihi minel mutevekkiline aleyk. İlahi, səndən mənim istəyim budur ki, təvəkkül, yəni daim sənə sığınım, daim sənə arxalanım, bütün işlərimdə, istər maddi, istər mənəvi. Bütün işlərimdə sığınacaq yerim sən olasan. Yəni, səbəbləri yerinə yetirib nəticəni Allaha buraxmaqdır. Mən boynumda olan vəzifənin dalıca gedirəm, amma nəticəni səndən gözləyirəm. Əgər sən istəsən həyata keçəcək. Allaha təvəkkül eləmək. Quran-ı Kərimdə Allah Teala Talaq surəsinin 3-cü ayəsində buyurur ki, kim Allaha təvəkkül edərsə, o ona kifayətdir. Yəni, Allaha sığınmaq ən insanın həyatında qalibiyyətidir, ən gözəl uğurudur. O insan uğurludur ki, o insan qalibdir ki, o Allaha sülkənir, Allaha sığınır. Niyə? Çünki o təvəkkül eləyənə yetər. Allah o təvəkkül eləyənə yetər. Onun əlindən yapışar. Ramazan ayında da biz çalışmalıyıq ki, bütün işlərimizi, vəzifələrimizi yerinə yetirdiyimiz halda həm də Allaha təvəkkül eləyək. Yəni, həm də qəlbən Allaha sığınaq. Belə olmasın ki, əməllər bizi Allahsın, amma Allaha sığınmayaq bir işlərimizdə. Yox. Ardıca buyurur ki, minəl faizinə lədək, sənin yanında qazananlardan olub ilahi. Bəli, həqiqi uğur dünyəvi uğur deyil ki. Həqiqi uğur axirət saadətidir, axirət uğurudur. Bəli. Ona görə əziz Peyğəmbərimiz buyurur ki, əd-dünya məzrəətül axirə. Dünya evi, dünya həyatı axirət üçün tarladır. Kim axirəti üçün daha çox çalışacaqsa, səy eləyəcəksə, o qazanacaq, o uğur əldə eləyəcək. Və Quran-ı Kərimdə Allah Teala Ali İmran surəsində buyurur ki, kim cəhənnəmdən uzaqlaşdırılıb cənnətə daxil edilərsə, həqiqətən o nicat tapmışdır. Bəli, əgər sən cəhənnəmdən xilas olub cənnətə daxil olursansa, sən həqiqi nicat tapanlardansan, xilas olanlardansan. Ardıca buyurur ki, duada minəl muqarrabinə iləyik. İlahi, sənə yaxın olanlardan məni qərar ver. Sənə yaxın bəndə olum. Yəni, Allaha yaxın olmaq ən ali məqamlardan biridir. Buna necə çatmaq olar? Allaha yaxın olmağın yolu nədir? Birinci, günahdan uzaq olmaq. Günahdan uzaq olmaq. Günaha arxa çevirmək. Qəlbin nə qədər nurani olsa, bir o qədər Allaha yaxın bəndə olacaqsan. Qəlb nə qədər nuraniyyət tapsa, bir o qədər Allaha yaxınsın.
və insanı Allaha daha yaxın eləyən amillərdən biri də davamlı zikir və ixlasla Allaha bəndə olmaqdır. Davamlı zikir və ixlasla Allaha bəndəçilik eləmək. Bu səbəb olur ki, insan daim Allaha yaxın bəndə olsun. Və bu duada 3 mərhələ izah olunur. Birinci təvəkkül, Allaha sığınmaq. İkinci isə nicat, xoşbəxtçilik, səadət, Allaha çatmaq. Və üçüncü ilahi yaxınlıq ki, Allaha yaxın olmaq. Bu Ramazan ayında Allah Teala bu dualarla istəyir ki, bizi o qəflət yuxusundan ayırtsın. Bu duaların həqiqi bizə çatdıracağı mətləblər budur ki, bu duaların həqiqətinə varasan. Başa düşəsən ki, Allahdan nələri əldə eləməlisən bu Ramazan boyu. Sağ olun, Allaha əmanət olun.